Ərik ağacı necə əkmək olar? Baxın, gördüyünüz ərik ağacının kökü çox gözəldir. Əmci telləri də var və əkdikdən sonra da bu deyə bilərsiniz. Əkməmişdən də əvvəl bu deyə bilərsiniz. Mən əkib sonra bu deyəcəm. Mütləq budanmalıdır. Yəni bu cür ərik ağacları baxın, mütləq budanmalıdır. Və kökündən 2 qat böyük qazmaq lazımdır torpağını. Yerinə leonardit də verə bilərsiniz. Daha sonra yarı çürümüş peyin də verə bilərsiniz. Küllə də əkə bilərsiniz. Mən indi əkəcəyimi göstərəcəm inşallah. Baxın, bu cür bacardığımız qədər kökdən 2 metr dərinlikdə qazırıq. Mən bunu ağac altından çıxartdım deyə ağac yarpaqlarının töküldüyü və torpaqla əkəcəm. O cür də əkə bilərsiniz. Amma belə çoxlu tinglər alırsınızsa, ya peyinlə, ya leonarditlə əkmək tövsiyə edirəm. Mən baxdım ki, məndə həm biohumus var imiş, yarı biohumus da, tam soğulcanlar tərəfindən hazır olmayan. Kompostla qarışdırdım. Və elə dedim, içərisinə biraz da leonardit də qatım, azcacıq peyin də qatım. Bütün üzvləri yığmışam bir araya. Yarpaqlar da var, çünki nar ağacının altına qoymuşdum, yadımdan çıxıb, indi görmüşəm. Bütün üzvü ilə əkirəm bu ağacı, inşallah yaxşı olar. Və mən həmişə deyirəm, çalışın üzvü gübrə ilə əkin edin. Və bunun ən yaxşı da mineral gübrədən də istifadə edə də bilərsiniz. Su töküb də ağacımızı yerləşdirə bilərik. Və yaxud da ağacımızı bu cürdə bir dəqiqə videoları tək çəkdiyim üçün bu cürdə yerləşdirə bilərik. Biri var kök birbaşa mineral gübrəyə toxunsun. Biri də var ki, üzvü, yəni tanıdığı bir gübrəyə, üzvü gübrəyə toxunsun. Arasında çox fərq var. Daha sonra inkişaf edəndən sonra gübrələr verməyə çalışıram. Üstdən leonardit, onunla da yanaşı digər fosforlu, kaliumlu gübrələr. Bura su da əlavə edə bilərsiniz. Su da əlavə edə bilərsiniz. Təbii ki, yumşaldı deyə əyildi. Daha sonra isə artıq torpağımızı əlavə edirik. Torpağı əlavə edəndən sonra sıxılaşdırma işində əməliyyatını da yerinə yetiririk. Baxın, bu cür torpaqdan sonra mütləq dibini, qurd da var. Qurdu öldürmək olmaz. Bıraxırıq, torpağı qazırıq, örtürük. Qurd torpağın ürəyidir, canıdır. Daha sonra hava keçməsin. Necə hava? Yəni kök hava çəkib quruya bilər. Bərkitmə prosesini də yerinə keçirdik. Qurdumuz da buradadır. Ona heç nə eləmirik. Ağac qırıntılarıdır. Daha sonra isə suyumuzu veririk. Hissə-hissə verin. Çox da bitkini yormamaq. Yəni suda da çox kökü saxlamaq olmaz. Havalar da isti və mülayim keçir. Daha sonra budama etmək lazımdır. Aşağı hissələrdən çıxanları tam dibdən budamaq lazımdır. Baxın, budanmalıdır. Buradan gəlib 2 dənə ayrılıb. İçəriyə doğru olanları kəsmək məcburiyyətindəyəm. Baxın, bu hələ ki yana getməyin ehtiyacı yoxdur. Buradan kəsirəm. Daha sonra baxın, hissədən bu getdi. Kəsdim. Buna ehtiyac yoxdur. Aşağıda da var. Bunlar da kəsilməlidir. Daha sonra bu da kəsiləcək. Hələ ki mən bitkiyə və ağacımıza forma verirəm. Və buradan gəlib 2-yə ayrılır.
Buna ehtiyacım ola bilər. Bunu saxlayıram. Buna ehtiyacım yoxdur. Bunu saxlayıram. Bunu da müəyyən hissədən kəsirəm. Daha sonra gəlir bu hissədən 2 dənə ayrılma gedir. Baxın. Deməli, forma vermək üçün fikirləşmək lazımdır. Buradan kəsirik. Bu getdi, mənim fikrimi qarışdırır. Ağacımız bizim o tərəfə gedib, bu tərəfə də çıxan ola bilər. Bir dəqiqə. Bu iki haçanı saxlayacağım. Baxın. Baxın. Bu hissədən kəsəcəm. Hissədən kəsəcəm. Aşağıdan gələni də kəsəcəm. Və bu hissədən bu tərəfə ötürəcəm. Buradan da bir budaq götürüb bunu kəsəcəm gələnləri. Mən bu cür forma verdim. Və belə verdiyim forma verdiyim ağaclar da var ki, yaxşı inkişaf ediblər. Yəni şükür Allaha, praktikasını keçmişəm. Ola bilər fərqli budama texnikası da yerinə yetirənlər ola bilər. Mən ona qarışmıram. Allah hər kəsin xeyrini versin, ruzisini versin. Hə, suardıq, üzvü gübrəmizlə leonardimiz, kompostumuz, peynimiz, ağac yarpağı, torpaq, belə deyək, meşə kimi, torpaq kimi, belə ağac altında olan torpaqla əkdim. Ümid edirəm ki, faydası olar. Su yavaş-yavaş çəkiləcək. Qurumağa yaxın az qalmış da su verməyə çalışacağam. Ərik əkilmə videosunu paylaşdım. Videonu bəyənib, takip etməyi, rəy yazmağı unutmayın. Əncir videosunda, yəni əncir videosunda paylaşacağam əkilməsin. Bir il əkdim, nəsə o tam yaxşı inkişaf etmədi. Bu il də görüm hansı metodika ilə əkə bilirəm. Əncir biraz çətin əkilən, çətin yetişən bitkiyə oxşadıram mən. Sağ olun, var olun.